Aleksitimi adı belə qəribə görsənir və dinləyicilərin ilk olaraq beynində belə bir sual yarana bilər ki, bu 100% mənə aid deyil. Ancaq indi izah eləyəndən sonra əksər tamaşaçılar görəcək ki, bu mövzu elə birbaşa onlara aiddir. Aleksitimi və yaxud da ki, emosional korluq deyilən bu xüsusiyyət insanların öz hissini tanımaması, ifadə edə bilməməsi, öz hissinin girdabında belə deyim də düyünə düşməsi. Belə bir haldır. Nəyə görə adına emosional korluq deyilir? Ona görə ki, insan gözü kor olanda ətrafında olan əşyaları görə bilmirsən. Əgər emosiyaların gözü kor olsa, sən içində olan hissləri müəyyən eləyə bilməyəcəksən. Və bu hala bir neçə xüsusiyyət xasdır. Birinci, insan içində bir hisslər var, ancaq insan nə hiss etdiyini bilmir. Və bundan soruşsan ki, özünü necə hiss edirsən? Məsələn, insanı işdən qovublar, İnsan incikdir, bu qədər zəhmətim hədər getdi, narazıdır. Bundan soruşanda necəsən? Adam deyir ki, pisəm. Pis deyəndə bilinmir, bu qəzəblidir, nifrəti var və yaxud da küskündür, üsyan hissi var, stres halındadır, aqressiyası var, nəyi var sən bilmirsən. Ancaq deyir ki, pisəm. Pis deyəndə nəyi nəzərdə tutursan, adam tam müəyyən eləyə bilməyəcək. Və yaxud da ki, bir insan hansısa bir şəxsə qarşı xoş bir hissləri var. Deyir ki, ondan xoşum gəlir. Bax, xoşum gəlir deyəndə sən onu bəyənirsən, onu sevirsən, ona qayğı göstərmək istəyirsən. Bu nə ilə qaynaqlansa onu bilmirsən, ancaq deyirsən xoşum gəlir. Bu cür ümumi ifadələr hamısı onu göstərir ki, insan konkret hansı hiss keçirdiyini bilmir. Və yaxud da bəzən hiss keçirir, hissi ifadə eləyə bilmir. Adam içində keçirdiyi hissi bilir. Bilir ki, bir insanı sevir. Ancaq o sevgisini dilinə gətirmir. Məsələn, sizin tanıdıqlarınızdan elə insanlar var. Deyir ki, mən bu cür sevirəm. Və yaxud da mən soyuq, qanlıyam, ancaq o demək deyil ki, mən sevmirəm. Sevgisini insan dilinə gətirmir. Bu ata ola bilər, övladına bir dəfə də demir ki, mən səni sevirəm. Nəyə görə demir? Bunun indi beynini araşdırsan, orada bir onlarla bunun arqumenti var. Və yaxud da məsələn, kişi hissini bildirməz. Kişilər biraz soyuqqanlı olarlar. Və yaxud da ki, mən bu cür sevirəm. Və yaxud da çox sevirəm deyəcəm, sevgi sözü dəyərdən düşəcək. Və yaxud da travma var, və yaxud da bu cür tərbiyə alıb. Hər halda insan içində olan hissi dilinə gətirmir. Bu da elə o emosional korluğa aiddir. Aleksitimi deyəndə bu da nəzərdə tutur.